Salam əziz izləyicilər, xoş gördük sizləri. Demək bugün sizinlə MHM Mixnaq kitabından belə bir məsələnin həllinə baxacağıq. Bizə verilən tənlikdə arc tangens 2-ni bərabərliyin sağ tərəfinə keçirsək, yaxud belə deyək, bərabərliyin hər iki tərəfinə mənfi arc tangens 2 əlavə edəcək. Tənliyimiz bu şəkildə olacaq. X vurulsun arc tangens 3 bərabərdir. Mənfi pi bölünsün 4 pi bağışlayın, demək minus arc tangens 2 olacaq. Bu bərabərliyin hər iki tərəfini belə deyək tangensləsək, onda x vurulsun arc tangens 3 bərabərdir. Buradan mənfini kənara çıxarsaq və tək funksiya tangens x funksiyası tək funksiya olduğundan mənfini ümumiyyətlə kənara çıxardıb, tangens demək pi bölünsün 4 pi demək arc tangens 2 bərabərliyini ala bilərik. Bərabərliyin sağ tərəfinə fikir versək, tangens alfa plus betanın düsturudur. Onu tangens alfa plus betanın düsturuna istifadə edərək açsaq, alacağıq burada tangens x vurulsun, deməli arc tangens 3 bərabərdir, mənfi qalır qarşıda. Demək, tangens alfa plus betanın düsturu belədir. Tangens alfa plus tangens beta 1 minus bölünsün 1 minus tangens alfa tangens beta. Deməli, tangens alfa, yəni tangens pi bölü 4-də qiyməti 1-dir. Pi tangens beta, yəni tangens arc tangens 2, onun da cavabı 2 olur. Məxrəcdə onda belə olacaq 1 minus, demək 1 vurulsun 2. Bunu da sadələşdirsək, hesablasaq görərik ki 3 alınır. Buradan isə yenə də tərs funksiyadan istifadə eləsək, x vurulsun arc tangens demək 3 bərabər olacaq arc tangens 3 olur. Və bu bərabərliyin hər iki tərəfinə arc tangens 3-ə bölsək, x bərabərdir 1 alırıq. Cavab Y variantı. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.